Azərbaycan bütün gözəllikləri özündə birləşdirən unikal bir diyardır və bunun bir parçası olan, qədim yurt olan Qax rayonu Çınarlı kəndində bir festivalın keçiriləcəyi xəbərini biz də Öztürk ailəsi olaraq duyduq. Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün biz Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qax rayonunun Çınarlı kəndindəyik. Çınarlı kəndinin gənclərinin təşəbbüsü ilə keçirilən festivaldayıq. Gəlin birlikdə festivalda nələr baş verir, izləyək. Fərqli üslubu ilə seçilən festivala qonaqlar artıq gəlmək üzrə idi. Axın-axın insanlar çadırlara yerləşir, qonaqlar öz yerlərini tutmağa başlamışdılar. Bu festivalın özəlliyi ondaydı ki, festival ekoturizmin müxtəlif formasını ehtiva edirdi və fərqli bir görüntü, kənd həyatında fərqli bir görüntü təqdim edirdi. Festivalda həm milli yeməklər, həm xarici yeməklər servis olunur. Eyni zamanda əl işlərindən ibarət sərgi də təşkil olunmuşdur. Ümumiyyətlə balın təmizliyini müxtəlif üsullarla yoxlayırlar, təbii yollarla. Buna heç kim inanmasın. Əsas məsələ arıçının vicdanına qalıb, balın təmiz olması. Vicdanlı əslində şabalı tərkibli bal, qaratikan tərkibli bal. Çünki bunun içində hal-hazırda məsələn kəkotundan tutmuş tərkibi var bunun içində. Ala-qanqal deyilir, qanqaldan tutmuş var. Gördüyünüz ballar hamısı bizim Aran bölgesinin Qaratikan, Alazan vadisinin ballarıdır. Şabalıq balına ikinci yer dəyişməni eləmişəm. Buradan bir 4 kilometr arada. Bu da çiçək tozudur. Bu çiçək tozu ancaq buradan götürülmüşdür. Bunun tərkibindəki çiçək tozu çoxusu şabalıqındır. Xüsusidə ətri var, dadı var. Bir çay qaşığı çiçək tozu 15 qaşıq baldan güclüdür. Ən çətin qəbul eləyə bildiyimiz təbiətdən sink belə bunun tərkibində var. Arı çörəyi və kosmonavt yeməyi də az. Bugün biz Qax rayonunun Çınarlı kəndindəyik. Çınarlı kəndində təşkil olunan Kam festivalında Güllü xanımla rastlaşdıq. Güllü xanım tarixçi alim, etnoqrafdır. Qax rayonu haqqında, Qaxın tarixi haqqında zəhmət olmasa izləyicilərimizə məlumat verərdiniz. Elə olmasın ki, o tərəçiyə tərəs atmaq kimi olsun. Yəni burada hamı qaxlıdır və qaxlılar da öz tarixlərini sevən, tarixlərini gözəl bilən insanlardır. Mən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdürü, tarix elmləri doktoru Güllü Yolovlu. Biz ekspedisiya olaraq buradayıq. 22 günlük ekspedisiyamız var. Qaxın ayrı-ayrı kəndlərindəki həm etnoqrafik mənzərəni, etnik mənzərəni, tarixi abidələri araşdırmaq üçün gəlmişik və artıq 20 gündür buradayıq. Yəni getməyimizə də az qalıb. Bu müddət ərzində Qaxda bir gözəllik gördük, Qaxda bir sakitlik gördük, Qaxda bir əmin-amanlıq gördük, huzur gördük sözün əsl mənasında. Baxmayaraq ki, burada ayrı-ayrı xalqların, etnik etnoqrafik qrupların nümayəndələri yaşayır. Amma yəni hər kəs o qədər yardımsevər, sözün əsl mənasında, xüsusilə kənardan gələnlərə qarşı biz özümüzə qarşı bu münasibəti hiss elədik. Xeyirxah, mədəni, şəhər çox gözəldir, təmizdir, kəndlər də onu kimi. Bilirsiniz, bəzən çox çətinliklə biz məsələn bu kamp olan yerə gəldik. Düşünürsən ki, əgər bura asfalt çəkilsəydi, biz bu ləzzəti ala biləcəkdikmi? Yəni o yerlər ki, öz bakirəliyini qoruyub saxlayıb ki, bu Çınarlının bax bu kamp qurulan yeri də onun kimi bir yerdir. O bakirəliyini qoruyub saxlayan yerləri biz sonra da çalışmalıyıq ki, qalsın. Amma təbii ki, Azərbaycanın biz müxtəlif bölgələrində oluruq. Qax rayonu və xüsusilə bax mən indi Çınarlıda bayaq sağ olsun
O xanım apardı, Ballıbulaqda göstərdi. O qədər gözəl mənzərəsi var ki, turistlər üçün əvəz olunmaz bir yerdir. Yəni düşünürəm ki, gələcəkdə elə bax bu vəhşi təbiəti qoruyub saxlamaq şərti ilə burada çox gözəl turizmi inkişaf elətdirmək olar. Bu həm bölgə xalqının xeyrinə olar, həm də təbii ki, dövlətimizdə o turizmin inkişafı məsələlərini o siyahıya, o xəritəyə daha bir gözəl yer əlavə olunmuş olar. Qısa olaraq festival haqqında təəssüratlarınızı bilmək istərdik. Artıq eşitdim ki, ikinci dəfədir belə bir festival keçirilir. Doğrusu təsadüfən, həm də özümü şanslı hesab edirəm ki, belə bir gündə mən də buradayam. Ayrı-ayrı belə deyək, fərqli insanlar, fərqli yaş qrupuna aid olan insanlar, əsasən 16+. Çünki uşaqların məsələn belə şəraitə dözməsi var, qalxması var. Biraz o təbiətin gözəl yerləri o qədərdir ki, adam belə ağuşuna alır, aparır. Özün də hiss eləmədən gedirsən, amma təhlükəli yerlərə də gedib düşə bilərsən. O baxımdan deyirəm. Çox gözəl təşkil olunub. Çox gözəl təşkil olunub. Bax, gözəl çadırlar qurublar. Mən belə yerləri çox sevirəm. Bilirsiniz ki, bu Milli Yaylıq Festivalı keçirilir hər il Hacıkənd tərəfdə, o Xan Yurdunda. Çadırlar götürürük, belə çadırlarda qalırıq. Onun ləzzəti bir ayrıdır. Yəni, mən düşünürəm ki, gələcəkdə xüsusilə şəhərdə yaşayan insanlar başqa xarici ölkələrə getməyin heç mənası yoxdur. Hər halda Güllü Yoloğlu Sibirdən Balkanlara çox ölkələr gəzib. Gördüyümə görə deyirəm. Azərbaycanın da bax bu cür gözəl dilbər göşələri var. Düşünürəm ki, hərə bir çadır alıb, gəlib ailəsi ilə belə yerlərdə qalıb istirahət eləsə nə gözəl olar. Xoş gördük. Bugün burada möhtəşəm bir kamp festivalı keçirilir. Zəhmət olmazsa bu haqda qısa olaraq təəssüratlarınızı bizlərlə bölüşərdiniz. Çox şadam. Deməli, özüm Bakıda yaşayıram da, amma bu kəndin sakiniyəm. Orta məktəbi də burada qurtarmışam. Sonra Bakıda tarix fakültəsini qurtarmışam. Tarix müəllimi işləmişəm uzun müddət. Çox məşhur məktəbimiz olub. Bizim milli liderimiz Heydər Əliyev bizim məktəbimizdə olub və mənlə onun şəkilləri var. Demək olar ki, Bakının bütün məktəblərində bizim şəkillərimiz var. Burada mən özümün tələbə yoldaşlarımla gəlmişəm. Lətif xanım, Leyla xanım, onlar hamısı tarix müəllimləridir. Yəni biz bu festivala gəlib çox şadıq ki, iştirak eləyək. Gedib işlədiyimiz məktəblərdə buranın kəndin cəmaatı haqqında, kəndin mədəniyyəti haqqında mən indi məlumatım var, amma Lətifə xanım, Leyla xanım burada o məlumatı alırlar da. Yəni ki, bunları biz Bakıda, Bakı cəmaatına çatdıraq. Ona görə də çox yüksək, yəni mənim necə deyərlər, həvəsim, marağım var ki, burada iştirak edirəm. Sizə də uğurlar arzulayıram. Çox gözəl bir təşəbbüsdür. Həqiqətən də çox şad oldum. Siz çəkmək üçün Çox sağ olun, təşəkkürlər. Salam, əvvəla xoş gəlmisiniz. Bugün biz hamımız burada gözəl bir yeniliyin, bu kənd üçün, bu bölgə üçün bir yeniliyin şahidi oluruq. Yeniliyi yaşayırıq. Gözəl bir kamp festivalıdır. Biz bu bölgə Azərbaycanın ən qədim bölgələrindən biridir. Qax rayonunun Qum kəndi, Çınarlı, onlar bir sovetlikdə yerləşirlər. Ümumiyyətlə bir kənddir demək olar. Burada yerləşən tarixi abidələrdən burada olan görünür ki, kəndin çox qədim tarixi var. Amma tarixi hələ dəqiq öyrənilməyib, dövlət səviyyəsində öyrənilməyib. Tarixin qədimliyini göstərən Çınarlıda Sırt qalası var. Qumda Qum bazilikası 5-ci əsrə aiddir və burada Alban tayfalarının bir qolu yaşayıbdır desək, yanılmarıq. Yəni bu tarixə köklənibdir. Biz tarixi yaşadanlardan, mədəniyyəti yaşadanlardan bu kəndin nümayəndələriyik. Mədəniyyət evində bizdə tariximizi, milli mənəvi dəyərlərimizi yaşatmaq üçün çoxlu tədbirlər keçirilir və bugünkü festivala da biz kəndin el sənətkarlarının əl işləri ilə gəlmişik. İnanıram ki, festival çox maraqlı, yadda qalan olacaq. Qaxda festival keçirmək təşəbbüsü necə yarandı? Bu fikir noyabr-dekabr ayları idi 2025-in.
ağlımıza gəldi. O da necə? Çınarlı kəndini gəzirdik. Ərazi ilə tanış olduq, gəzdik falan. Çox xoşumuza gəldi. Ağlımıza elə ilk gələn oldu ki, yəni burada maraqlı bir konseptdə bir şey eləməliyik. Həm insanlarımız bunu istəyir, həm də insanlara bu əraziləri, bu regionun gözəlliklərini göstərmək istəyirik. Fərqli turizm və istirahət təcrübəsi Qax üçün nələr verə bilər deyəndə məncə Qax turizm üçün çox şey eləyə bilər ki, hal-hazırda etməyə başlayıb. Region üzərində çox diqqət çəkən bir ərazidir mənə görə və ən önəmlisi də insanlara. İnsanlara çox mehriban olurlar insanlar bir-birlərinə. Mən onu gördüm və bunun altında nələrsə yatmır. Bu insanların həqiqətən xarakterində bu var və çox gözəldir ki, bu yeni nəsil uşaqlarda da keçir, gənclərdə də var. Yəni ona görə Qax hər tərəfli özünü sevdirir. Bu işdə bizə dəstək olan Elvin Paşayev, icra başçısı, dərin təşəkkürlərimizi bildiririk. Şahin müəllim, Şəki Regional Turizm İdarəsinin rəisi və Anar müəllimə çox təşəkkürümüzü bildiririk. Həqiqətən onlar regiona tam hakimdirlər. Bizim də hakim olmadığımız nöqtələr var ki, orada bizə çox köməklər göstərdilər. Çox təşəkkürlər. Mən bu kənddənəm. Düşünürəm ki, bu kəndin gözəlliklərini tanıtmaq lazımdır. Belə festivallar keçirmək lazım olduğunu düşünürəm. Bu qədər deyə bilərəm.